Dərnəgül dəmir yol dayanacağı istifadəyə verilib. Bakı Dərnəgül, Dərnəgül Biləcəri və Dərnəgül Xırdalan istiqamətləri üzrə gediş haqqı 60 qəpik, Dərnəgül Sumqayıt istiqaməti üzrə isə 1 manat təşkil edəcək. Qatarlar Bakı Dəmir Yol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül Biləcəri və Biləcəri Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül Xırdalan və Xırdalan Dərnəgül istiqaməti üzrə isə məsafəni 15 dəqiqəyə qət edəcək. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən İnşaatçılar və 20 Yanvar metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmir Yol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyni adlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.